Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmain. Qəlbdə olan xəstəliklərin formalarından hicab. Hicab elə ki, pərdə. Allah Teala öz kitabında belə buyurur, deyir ki, وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ hicab. Bizimlə sənin aranda, yəni hicab, pərdə. Və başqa ayədə Allah Teala deyir ki, وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذ۪ينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا. Sen Kur'an'ı okuduğun zaman seninle ahirete iman getirmeyenler arasında hicab, yani örtü ettik, perde ettik. Ve burada buyurur, diyor ki, mana odur ki, sen onlara Kur'an'ı okuduğun vaxt, Kur'an'la onların arasında, yani örtü ettik. O örtü ki onlarla Kur'an'ı başa düşmek arasına girir ve Kur'an'ı tədəbbür etmek arasına girir ve Kur'an'a iman getirmek, onlarla yani Kur'an'a iman getirmek arasına giren bir örtü, perde. Ve bunu Allah Teala bu ayəsi bir daha beyan edir, izah edir. Deyir ki, وَمِنْهُمْ مَنْ يَسْتَمَعُ اِلَيْكَ. Onlardan eləsi var ki, sənə qulaq asır, səni dinləyir. Onların qəlblərinə biz örtülər etdik. Onu başa düşmürlər. Ve onların kulaklarına da karlıq verdik. Ve burada şeyh deyir ki, bu üç tane Kur'an'da zikir olunan bu üç şey, yani bu üç şey Kur'an'da zikir olunan, Allah Teala deyir ki, onlar dediler ki, qəlblərimiz örtülər içərisindədir. Sənin bizi çağırdığın şeye karşı qəlblərimiz örtülər, yəni pərdələr içərisindədir ve kulaklarımızda da karlıq var. Ve bizimle senin aranda perde var. Ve Allah Teala haber verir ki, həqiqətən Allah Teala haber verir ki, yani bu perde hakkı görmeye mani olur. Ve o örtüler de, yani qəlbdə olan o örtüler de Kur'an'ı anlamağa mani olur. Ve kulaklarda olan karlıq da eşitmeye mani olur. Ve qəlbdə olan xəstəliyin formalarından birisi de ram. Yani bu elə bir xəstəlikdir ki, bu arada Allah Teala deyir ki, yani Allah Teala deyir ki, kəllə bəl rana alə qulubihim mə kanu yeksibun. Xeyr, əksinə onların qəlbləri, yani qəlblərini ram oldu. Yani qəlblərinə örtü oldu. Onlarda olan o günahlar ve asilikler sebebiyle onların qəlblərini, yani bu şey örtdü. Ve burada buyurur, diyor ki, bu elə bir örtüdür ki, bu elə bir pərdədir ki, qəlbdə olan en çetin, yani en kalın olan bir örtü. Ve Mücahid Rahmanullah diyor ki, o günahtır ki, yani günah üzerine olan bir günahtır. Günah üzerine olan bir günahtır. Hatta yani günahlar qəlbi bütün əhatə edir. Ve qəlbi bürüyür ve qəlb ölür. Ve Muqatil buyurur ki, diyor ki, yani qəlbi o pis əməllər, yani qamarlayır, yani tutur. Ve başka hadiste Peygamberin sallallahu aleyhi ve sellem diyor ki, həqiqətən qul günah ettiği zaman qəlbində bir qara nöqtə olur. Ve istiğfar eləyərsə, tövbə eləyərsə, qəlbi
yani o qəlbindən o qara nöqtə gedər, qəlbi parıldayar. Əgər artarsa artırırlar. Hətta qəlbini bütün tutar və deyir ki, odur ran, elə o odur. Hansı ki Allah Teala öz kitabında onun haqqında buyurur ki, kəllə bəl rana alə qulubihim mə kanu yeksibun. Əksinə onların qəlblərində ran var, yəni. O qalın bir pərdə var. Başqa hədisdə gələn Peyğəmbərin sallallahu əleyhi və səlləm deyir ki, deyir ki, hər dəfə günah olanda qəlbdə qara bir nöqtə düşür qəlbə, hətta bütün qəlbi qapqara olur. Və Allah Teala xəbər verir ki, onların o qazandıqları günahlar onlara bu örtünü vuran deyilən bu örtünü onlara vacib eləyir. Onların qəlbləri yəni bu örtü ilə örtülür. Və qəlbdə olan xəstəliyin formalarından birisi də yəni karlıq. Karlıq. Çünki Allah Teala deyir ki, summun bukmun umyun. Lal, yəni kar, lal və kör. Və başqa ayədə Allah Teala deyir ki, ulaikellezine la'nehumullah. Onlar o kəslərdir ki, Allah Teala onları lənətlədi. Fəasammə a'mə və a'mə absarahum. Onları Allah Teala kar etdi və onların gözlərini kör etdi. Və başqa ayədə Allah Teala deyir ki, biz artıq cəhənnəm üçün bir çox insanlar, cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, o qəlbləri ilə anlamazlar. Onların gözləri var, onunla görməzlər. Və onların qulaqları var, onunla eşitməzlər. Və Allah Teala deyir ki, onlar heyvan kimidirlər, əksinə heyvandan da, hətta heyvandan da daha azğındırlar. Hətta heyvandan da daha azğındırlar. Və Allah Teala ayəni davam edərək buyurur ki, onlar qafillər elə onlardır. Qafil olanlar elə onlardır. Başqa ayədə Allah Teala deyir ki, وَالَّذ۪ينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ. O kəslər ki, iman gətirmirlər, onların qulaqlarında karlıq var. وَهُوَ عَلَيْهِمْ عَمَى. Və onlara körlük verdi, onları kör etdi. Ulaike yunaduna min mekanin ba'id. Onlar uzaq bir yerdən çağırırlar. İbn Abbas rahimehullah bu ayə barədə deyir ki, onların qulaqlarında karlıq var ki, Quranı eşitməzlər. Və o karlıq onların qəlblərini və o karlıqla Allah Teala onların qəlblərini kör etdi. Anlamazlar. Onlar deyir ki, uzaq bir yerdən çağırırlar, heyvanlar kimi. Hansı ki, o heyvanlar ki, ancaq yəni başa düşdüyü, yəni ancaq səsdir, yəni çağırmaq. Səsdir ancaq başa düşdüyü. Və Mücahid Rəhməllah deyir ki, qəlblərindən uzaq. Və məna da budur ki, həqiqətən onlar eşitmirlər və anlamırlar. O kəs kimi ki, uzaq bir yerdən çağırılır, nə eşitmir, nə də başa düşmür. Və həmçinin qəlbdə olan xəstəliyin formalarından deyir ki, lallıq, lal olma. Allah Teala bu arada deyir ki, summun bukmun umyun. Kar, lal və kör. Və burada şeyh buyurur ki, lallıq deyir, lallıq odur ki, yəni danışa bilmir. Və sonra deyir ki, lallıq iki növ olur. Lalla, yəni danışa bilməyəndir. Deyir ki, lal olmaq iki növdür. Qəlbin lal olması və dilin lal olması. Necə ki, nitq. İki cür nitqi olduğu kimi, qəlbin nitqi və dilin nitqi. Və buyurur, deyir ki, onların ikisindən də ən şiddətli olanı qəlbin lal olmasıdır. Necə ki, onun kör olmağı, onun kar olmağı, yəni gözün
və qulağın, gözün kör olmağının və qulağın kər olmağından daha şiddətlidir. Allah da onları vəsf edərək dedi ki, onlar haqqı başa düşməzlər və onu haqqı danışmağa, yəni müvəffəq olmazlar. Danışmazlar. Dilləri onu danışmaz haqqı. Və sonra şeyx deyir ki, elm belə bir şeydir ki, insana 3 qapıdan girir. Elm insana 3 qapıdan girir. Qula, elm 3 qapıdan girir. Qulaq yoluyla, göz yoluyla və qəlb yoluyla. Və deyir ki, bu qapıların üçü də bağlı olanda, bağlı olur. Bunların üçü də necə bağlı olur? Yəni, eşitmək yolu karlıqla bağlı olur. Yəni, görmək yolu körlüklə bağlı olur və qəlb də lallıqla. Sonra başqa ayə gətirir, şeyx deyir ki, onların buna dəlil olaraq şeyx deyir ki, ləhum qulubun lə yəfqahunə bihə, deyir ki, onların qəlbləri var, onunla anlamazlar. Onların gözləri var, onunla görməzlər və onların qulaqları var, onunla eşitməzlər. Və Allah Teala bu üçünü bu ayədə bir yerdə gətirir, cəm eləyir. Deyir ki, وَجَعَلْنَا لَهُمْ أَسَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً Onlara biz eşitmək, görmək və qəlb verdik. فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ Onlara o eşitmələri, o görmələri və onları eşitmələri, görmələri və qəlbləri heç bir fayda vermədi. Belə ki, onlar Allahın ayələrini inkar edirdilər. Və burada buyurur, şeyx deyir ki, əgər deyir ki, Allah qulun hidayətini istəyərsə, onun qəlbini açar, onun qulağını və onun görməyini, bəsirətini açar. Əgər Allah Teala, Allah qorusun deyir ki, insanın zəlalətini istəyərsə, onu kar edər və kör edər və onun qəlbini həmçinin lal edər. Sonra qəlbin xəstəliyin formalarından deyir ki, qılqışəva. Yəni, bu da bir pərdədir, bir örtü. Bu barədə Allah Teala deyir ki, وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً Allah Teala onun gözünə yəni pərdə etdi, pərdə çəkdi. Və şeyx deyir ki, bu örtü elə bir örtüdür ki, bu qışava deyilən bu örtü elə bir örtüdür ki, yəni qəlbdən gəlir, onun təsiri gözə qəlbdən gəlir. Və buyurur ki, qəlbdə olan şey, yəni gözdə yəni öz təsirini göstərir. Qəlbdə olan şey gözdə öz təsirini göstərir. İstəyir xeyir olsun, istəyir şər olsun. Yəni gözün xeyir və şəri görməsi yəni onun qəlbinə görədir. Deyir ki, göz qəlbin güzgüsüdür. Yəni göz qəlbin güzgüsüdür. Orada olan şey orada görünür. Qəlbdə olan şey gözdə yəni öz təsirini göstərir. Qəlbdə olan şey gözə öz təsirini göstərir. Yəni gözün haqqı görməsi, hidayəti görməsi qəlbə görədir. Və sonra qəlbin xəstəliyin növlərindən gətirirdik ki, Allahın yolundan yəni uzaqlaşmaq. Allahın yolundan uzaqlaşmaq, azdırılmaq. Və bu barədə Allah deyir ki, وَكَذَلِكَ زُيِّنَ الْفِرْعَوْنَ سُوءَ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ Və eləcə Firavuna etdiyi əməllərin pisliyi bəzədildi. Və beləcə Allahın və haqq yoldan yəni azdırıldı. Və buyurur ki, yəni haqdan və hidayətdən azdırıldı. Hansı ki, ona bəzədilən o batil olan şeylərin səbəbilə. Və sonra burada gətirir, yəni qəlbdə olan xəstəliyin növlərindən, yəni qəlbin sərtləşməsi. Qəlbin sərtləşməsi. Bu barədə Allah deyir ki, وَقَالَ Musa Peyğəmbər dedi ki, ey Rəbbimiz, həqiqətən sən Firavuna və onun əyanlarına
Yəni dünya bərbəzəyini və mal dövləti verdin dünya həyatında. Ey Rəbbimiz, yəni onlar sənin yolundan alsınlar deyə, yəni onlar sənin verdiyin şeyləri yalnız sənin yolundan azmaqdan ötürü, yəni bu yolda istifadə etdilər. Və sonra Musa Peyğəmbər dua edərək deyir ki, ey Rəbbimiz, onların mallarını tələf et və onların qəlblərini sərtləşdir. Yəni Musa Peyğəmbər onlarda olan o əməlləri görüb o qədər qəzəblənir ki, belə bir dua edir, deyir ki, onların mallarını tələf et və onların qəlblərini sərtləşdir. Hətta ağrıdıcı əzabı görənə qədər iman gətirməsinlər. Və Allah Teala cavab verir, deyir ki, artıq sizin duanız qəbul olundu və siz yolunuza davam edin, işinizə davam edin. Və buyurur ki, bu qəlbdə olan bir sərtlikdir. Qəlbdə olan bir sərtlik, qəlbdə olan bir xəstəlikdir. Yəni şeyx bu barədə danışır. Qəlbin yəni yoldan azması, yəni qəlbə hidayətin mane olunması. Yəni səbəbkar insan özüdür də. İbn Abbas radiyallahu anh deyir ki, elə bir ki, Musa Peyğəmbər demiş oldu ki, onlara mane ol. Onların qəlblərinə mane ol. Yəni Musa Peyğəmbər ondan olan, yəni qəzəbə görə, qəzəbləndiyinə görə belə bir dua edir. Yəni bunun da mənası olur ki, onların qəlblərini yəni sərtləşdir, onların qəlblərini yəni möhürlə. Hətta deyir ki, yumşalmasın və iman üçün açılmasın. Düzünü Allah bilir, ola bilsin Musa Peyğəmbər yəni onların halını görərək, yəni onlarda bu halın olacağını, Peyğəmbər kimi onlarda bu halın olacağını artıq hiss etmişdi. Düzünü Allah bilir, ola bilsin ona görə belə dua edir. Və həmçinin qəlbdə olan xəstəliyin növlərindən birisidir ki, yəni hidayət yolundan uzaqlaşmaq. Hidayət yolundan uzaqlaşmaq. Bu barədə ayə gətirir ki, münafiqlər barəsində Allah deyir ki, وَإِذَا مَا أُنْزِلَ سُورَةٌ نَظَرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ هَلْ يَرَاكُمْ مِنْ أَحَدٍ ثُمَّ انصَرَفُوا صَرَفَ اللَّهُ قُلُوبَهُمْ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ. Deyir ki, onlara bir sura nazil olduğu zaman onlar bəzilərinə baxıb deyirlər ki, sizi görən bir nəfər varmı? Varmı ki, sizi görən bir nəfər, yəni müminlərdən sizi görən varmı ki? Və sonra deyir, onlar üz döndərərək gedərlər və nəticə olaraq Allah Teala deyir ki, sarafallahu qulubahum və beləcə Allah Teala onların qəlblərini yəni döndərdi, hidayətdən döndərdi. Bi'ennehum qavmun la yefqahun, çünki onlar anlamayan bir qövmdülər. Burada Allah Teala onların etdiyi əməldən xəbər verir, münafiqlərin etdiyi əməldən xəbər verir. O da onların haqdan üz döndərib getmələridir. Və sonra da Allah Teala burada onlara özünün etdiyi işdən xəbər verir. O da onların qəlblərini hidayətdən, Qurandan və Quranı tədəbbür etməkdən döndərməsidir. Çünki onlar onun əhli deyirlər deyə. Çünki onların o qəlbləri, yəni salih bir yer deyil, yararsız bir yerdir. Qəbul etməyə, yəni yararlı yer deyil. Və sonra burada buyurur, deyir ki, bir yerin yəni yaxşı olması, salih olması, yararlı olması iki şeylə olur. Yəni qəlbin deyək, qəlblərin salih olması, yaxşı olması iki şeylə olur. Bu da deyir ki, birincisi, yəni yaxşı anlamaq və ikincisi də qəsdin yaxşı olması. Yəni bu iki şey olanda qəlblərin düzəlməsi, islah olması mümkün olur. Allahın izni ilə. Deyir, bunlar deyir, fəhəulə qulubuhum la təb. Onların deyir, qəlbləri də elə idi ki, anlamırdılar və onların məqsədləri də pis idi. Və həmçinin yəni qəlbdə olan xəstəliyin növlərindən gətirdiyi ki, qəlbin haqdan meyl etdirilməsi.
haqdan döndərilməsi. Bu barədə Allah da deyir ki, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ Nə vaxt ki, onlar haqdan meyl etdilər, Allah da onların qəlbini haqdan meyl etdirdi. Allah da amma mömin qulları barəsində nə deyir? Mömin qulları barəsində Rabbimiz buyurur, deyir ki, onlar Allahdan istədilər ki, Rabbənə lə tuzi qulubənə bə'də id hədiytənə. Ey Rəbbimiz, qəlbimizi azdırma. Bizi hidayət etdikdən sonra qəlbimizi azdırma. Və burada şeyh deyir ki, zeyğ ərəb dilində, yəni meyl etmək mənasındadır. Necə ki, günəş yəni ortadan gün batına tərəf yönəlməsini misal çəkir də burada. Yəni meyl etmək. Və qəlbin yəni hidayətdən zəlalətə meyl eləməsi. Və sonra qəlbin xəstəliklə, qəlbdə olan xəstəliyin növlərindən gətirir ki, qəlblərin yəni ölməsi, qəlblərin ölməsi. Allah qorusun. Allah dedi ki, İnnəkə lə tusmə'ul məvtə. Sən ölüləri yəni eşitdirən deyilsən. Və başqa ayədə Allah dedi ki, "Əvə məkənə meytən fəhiyyəynəhu və cəalnə ləhu nuran yəmşi bihi finnəs." Yəni o kəs ki, yəni ölü olan və biz onu diriltdik və onun üçün nur verdik və o nurla insanların arasında gəzər. Kəmən mətələ fi zulümət leysə bi xarici minhə. Yoxsa bu mu? Yəni onun misalı ki, o zülmətlər içərisindədir və oradan çıxan deyil, oradan çıxmır. Allah Teala burada yəni nurla zülmətləri, qəlbdə olan nurla qəlbdə olan zülmətləri Allah Teala misal çəkərək buyurur. Və başqa ayədə Allah Teala deyir ki, "Liyundira men kana hayyan." Yəni sağ olanları, yəni ölməyənləri uyarmaq üçün. Yəni bu Quran ondan ötürü nazil olur. Və başqa ayədə Allah dedi ki, "Və mə əntə bimusmi'in men fil qubur." Sən qəbirlərdə olanları eşitdirən deyilsən. Və burada buyurur deyir ki, Allah Teala kafirləri, yəni inkar edənləri, Allah Teala kafirləri vəsf elədi ki, onlar meyitdilər və onlar qəbir əhli, qəbir sahibləri yerindədirlər. Çünki yəni diri olan qəlb o qəlbdir ki, haqqı tanıyır, onu qəbul edir, onu sevir və onu başqa şeylərdən, yəni zəlalətdən üstün tutur. Amma qəlb də öləndə onda nə hissiyyat qalmır, nə də haqqı batildən seçmək bu kimi hissiyyat qalmır. Və qəlbdə nə haqqı istəmək qalmır, nə də batilə nifrət eləmək qalmır. Və beləcə deyir ki, yəni ölən bir cəsəd kimi olur. Allah Teala qəlbimizi dini üzərinə sabit etsin. Günahlarımızı bağışlasın. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahə illə əntə, estağfiruka və etûbü ileyk.